qeydiyyatı alıb sabah göndərsəz belə yenə problemlə üzləşəcəksiniz. Qeydiyyata alınan tarixdən artıq eyni gündə imzalanmalıdır. Yəni siz hazırladınız müqaviləni, amma təsdiqə göndərdiniz sabah. Yenə problem olacaq. Ona görə nə vaxt qeydiyyata almışsınız, həmən günündə imzalanma həyata keçirilməlidir hər iki tərəfdən. Ola bilər ki, məsələn, siz göndərdiniz mənə, mən bugün imzaladım. Sizin də işiniz çox oldu, sabah imzalamaq istədiniz. Alınmayacaq. Yenidən əmək müqaviləsini sıfırdan tərtib edilməlisiniz, yenidən mənə göndərməlisiniz. Mənim o imzalamamda belə deyək də hər hansı bir faydası olmayacaq. Çünki bir gün artıq keçdi. Bütün hallarda qeydiyyat, müqavilənin hazırlanması, qeydiyyat, işçinin imzalanması və işə götürənin imzalanması eyni gündə olmalıdır. Bu, sırf əmək müqaviləsi bağlanmasına aiddir. Əmək müqaviləsi bağlanması deyilsə, dəyişiklikdirsə, bu tələbə ehtiyac yoxdur. Onlar ayrı vaxtlarda ola bilər. Əmək müqaviləsi bağlanması halında bir daha deyirəm, qeydiyyat, işçinin imzalanması, işə götürənin imzalanması. Bu üçü də, prosesin üçü də eyni gündə olmalıdır. Yəni, cari gündə olmalı. Ola bilər ki, məsələn, 18:00-da olsun, 20:00-da olsun, 23:00-da olsun, amma 24 saat yox, cari gündə. Gün olaraq növbəti günü keçməməlidir. Ona diqqət edin, cari gündə. Biz indi işçini işə götürək.